İmtahana qədər hər gün bir sual izah edirəm. Part 2. Şərtlə tanış olaq. 3 eyni kondensator sxemdəki kimi dəyişən cəryan dövrəsinə qoşulmuşdur. A1 ampermetrin göstərişi qeyd eləyək. A1-dən keçən cəryan şiddəti I-yə bərabər olarsa, A2 və A3 ampermetrlərin göstərişləri nəyə bərabərdir? Gəl ilk öncə şəklə diqqət edirək. Yuxarıdakı bir-birinə ardıcıl qoşulub. Ardıcıl qoşulmada biz bilirik ki, ümumi tutum nəyə bərabərdir? C ümumi bərabərdir. C bölünsün N. Yəni, tutumu C verib, 2 dənə də ardıcıl olduğu üçün, 2 sayda kondensator olduğu üçün 2. Yəni, yuxarıdakı tutum nə qədər oldu? C bölünsün 2. Aşağıdakı da bir C tutumuna malikdir. Bu kondensatorlar bir-birlərinə necə qoşulublar? Bir-birlərinə paralel qoşulublar. Biz bilirik ki, paralel qoşulmada nə sabitdir? Paralel qoşulma zamanı gərginlik sabit qalır. İndi burada keçən cəryan şiddətinin istiqamətini göstərək. Tutaq ki, cəryan buradan başlayır, gəlir bu istiqamətdə hərəkət edir. A2 ampermetrindən keçir, həmçinin gəlir A1 ampermetrindən keçir və ən sonda gəlib A3 ampermetrindən keçib mənbəyə tamamlanır. Daha sonra biz qeyd eləyək. Əgər U konstsa, cəryan şiddətinin düsturu I bərabərdir, U bölünsün XC, yəni tutumun müqaviməti. Biz bilirik ki, XC nəyə bərabərdir? XC bərabərdir 1 bölünsün omega C-yə. Gətirib burada düsturda əvəz eləsək, U bölünsün 1 bölünsün omega C. Omega C qalxacaq yuxarı, olacaq U omega C. Burada biz şərtdən bilirik ki, artıq U sabitdir. Həmçin omega da sabitdir. Baxırıq ki, cəryan şiddəti tutumla necə asılıdır? Düz bir tənasib asılıdır. Yəni, tənasib qursaq, ikincinin cəryan şiddətinin birincinin cəryan şiddətinə nisbəti bərabərdir. İkincinin tutumunun birincinin tutumuna nisbəti. İkincinin tutumu nə qədərdir? İkincinin tutumu deməli 1C qədərdir. Birincinin tutumu isə yuxarıdadır. C bölünsün 2 nisbətinə bərabərdir. Yəni 2C bölünsün C 2-yə bərabərdir. Və həmçinin bizə şərtin əvvəlində birincinin cəryan şiddətin I vermişdi. Ona görə qeyd edirəm. I2 bölünsün I. Buradan I2-ni tapsaq, I2 2 dənə I-yə bərabər olmuş olacaq. Yəni, yuxarıdan gələn cəryan şiddəti birincidən keçən. Əgər I qədərdirsə, aşağıdan keçən cəryan şiddəti isə ondan daha böyük. Yəni, 2 dəfə daha böyük. 2 qədər cəryan almış olacaq. Həmçinin bizdən yalnız A2-ni deyil, həmçinin A3-ü də soruşur. Hər iki cəryan, istər buradan olsun, istər buradan olsun, hər ikisi birləşib aşağı düşəndə 2 ilə I-nin cəmi 3 I eləyəcək. Yəni 3 I cəryan şiddəti aşağı enmiş olacaq. A3 ampermetrindən də 3 I cəryan şiddəti keçəcək. Doğru cavaba baxaq. A2-nin göstərişi 2, A3-ün göstərişi isə 3 İ'dir.